Salam, xoş gördük, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 75.000 manata 4 otaqlı ev satışa çıxarıldı. Ev də bilirsiniz hardadır? Saray qəsəbəsində Top Market var. 508 marşrut keçir də buradan. Hə, yəni 508 marşrut da keçir buradan. Top Market var, yəni yola yaxındır. Yoldan hardasa bir 30 metr məsafəsi var. Əsas magistral marşrut yolundan 30 metr məsafəsi var. 4 otaqlı ev 75.000 manata. Torpağının çıxarışı ilə satılır. Evin kupçası yox, torpağın çıxarışı ilə satılır. Qaz, su, işıq sayğacı var. Ev də hal-hazırda yaşayış evidir. Çəkilişimizdə zaldan başlamışıq, yəni qonaq otağından. Gördüyünüz bu qonaq otağı da səliqə səhmanlı evdir. Ailə yaşayır. Hal-hazırda evin içərisində ailə yaşayır. Bax, bu bir otaqdır, yəni qonaq otağı. Buradan bir dənə yataq otağını göstərək. Gəlin bura. Bax, bu da yataq otağıdır. Görürsünüz, hamısı böyük kvadratlı evlər, otaqlardır. Bax, bu yataq otağıdır. Görürsünüz, fərqli dizayn təmir olunub, aboylu, sonra spotları zadı qəşəng, səliqə səhmanlı evdir. Bu arxada olan həyət sizə aiddir. Hə, bu başqasının, hə. Qoşadaş kubiklər tikilib, bax, buradan göstərirəm. Kolesi pəncərələr var, dəmir raşotqası var. Deməli, panel radiatorları var. Kukuna mebili, kombi radiator evin içərisində qalır, bilirsiniz. Oradan düşürdən normal otaqlar. Hə, indi bir dənə zəhmət olsa bura gəlin, buradan da bu tərəfi çəkək. Bax, bir dənə də buradan baxın. Bax, görürsünüz. Çox böyük kvadratlı yataq otağıdır. Demək, qonaq otağını göstərdim, yataq otağını göstərdim. İndi davam edək. Bir dənə yataq otağı buradadır. Bax, bir yataq otağı buradadır. Ümumi 4 otaqlı evdir. 75.000 manata Saray qəsəbəsində Top Marketin yanında təzə yoldan gələndə 508 nömrəli marşrut var. Elə marşruta yaxın bir ərazidədir. Demək olar ki, yoldan heç 30 metr məsafəsi yoxdur. Sonra o birisi yatağı da göstərək. Bir dənə buranı göstərək. Bax, bir bu otaq. Hə, burada bir dənə uşaq yataq otağı var. Bir də buranı elə siz baxın, girin buradan göstərin. Bax, burada uşaq yataq otağıdır. Görürsünüz. Ümumi otağı göstərin. Bax, belə. İndi gəlin mətbəxi də göstərək. Bax, bu da evin koridorudur. Bir dənə düz oradan tutun belə. Bax, bu evin koridorudur. Evin girəcək qapısı buradandır. Zəhmət olmasa mətbəxi də göstərək. Bu da mətbəximiz. Düşür mətbəx mebeli. Hə, bax, mətbəx mebeli, qaz peçidir, aspiratordur. Bunlar hamısı evin içərisində qalacaq. Patagonliki də mərmərdir, bu tökmə mərmərdəndir. Və paltaryon maşınıdır, zaten özlərinə aid olan əşyalarını götürəcəklər. Bu da evdəki kombidir, görürsünüz. Kombisidir, sonra nə deyirlər ona, yadımdan çıxdı onları. O da evin içərisində qalacaq. Yəni kombinin üstündə qalacaq. Kombi, kukuna mebeli, radiator evin içərisində qalacaq. 75.000 manata satışa çıxarıldı. Qiymətində mütləq endirim olunacaq. Sanitar qoşullarını da göstərək. Bax, görürsünüz. Ayaq yolu ayrıdır. Vanna otağı da ayrıdır. Bax, hərəsi ayrı atlenin. Bax, belə. Deməli, bir də izah edəm. Saray qəsəbəsində Top Marketin yanında, Top Marketin 30 metr məsafədə 4 otaqlı evdir. 75.000 manata satışa çıxarıldı. Qiymətində ev sahibi özü endirim eləyəcək. Demək, torpağının çıxarışı ilə satılır. Sayğaclar hamısı yerindədir. Qaz, su, işıq yerindədir. Yaşayış evidir. İnternetiniz də var da. İnternet modeminə qədər var. Oldu, sağ olun.